Bu günləri canavarlarımız var işləyəcək. Nihat və Sultan. Düzdür, Sultanın çəkisi biraz Nihatdan çoxdur. Neçə kilosan? Neçə? 55. 55 sən? 32. 32 kilosan sən? 55 və 32 aralarında 13 kilodur da fərqə? 22. 22. Mənim riyaziyyatım gedir, dəqiq olsun. 22 kilo, yaxşı. Uşaqlar, qətlən qulaq asınlar. Biz texnika göstərdik burada, birbirimizi əzmirik. Sultan, görsən səndən nə qədər yüngüldür, düzdürmü? Və bu arada Nihatın birinci ayı hələ tamam olmur. Neçə məşq gəlirsən? 7 məşq. Dəqiq 7 məşqdir. 7 məşq Nihatdadır, səndən bir ay olub roğun. İkinci aya keçmirsən. Hələ keçməmişsən. Bir ay. Onda sən də demək olar ki, eyni gəlirsən. Bir ay yaxın. Amma ki, bir aya nisbətən uşaqlarımız maşallah olsun ki, canavar kimidir. Niyə canavar kimidir? Təbii ki, öz üstlərində işləyirlər. Tək zalda məşq zamanı yox. Məşqdən sonra da qalıb işləyirlər. Hər gün evdə də işləyirlər. Axşam, səhər. Yəni, məqsədləri boksör olmaqdır. Yaxşı boksör olmaqdır. Ona görə də yaxşı boksör olmaq üçün əziyyət çəkmək lazımdır, çalışmaq lazımdır. Və bu uşaqlar da mən inanıram ki, gələcəyi inşallah çempionlardır. Çünki bunların talantlı uşaqdır. Bunlar öz sözlərini deyəcəklər Allahın izni ilə. Bu günləri yüngül sparing işləyəcəklər. Baxaq görək, bir ay ərzində özlərini necə təkmilləşdirirlər. İndi face to face edirik. Nəsə sözün var buna? Uğurlar, sən nə demək istəyirsən? Sən də uğurlar deyirsən. Bəs yaxşı, səncə sən üstün gələcəksən, yoxsa sən? Bir boksör kimi də, sən özünə inanmırsan, inanırsan. Bəs sən inanırsan, sağ. Ona görə də özünü necə görürsən? Bundan üstün görürsən, yoxsa yox? Görürsən, bu özünü səndə üstün görür. Bəs sən? Sən də görürsən. Davay, yaxınlaşırıq, face to face, göz-gözə baxırıq. Bak ne hərəkətdir? Elə şey olmaz. Davay, nasıl nəzərlərimizi göreyim? Geldik. Gəldik. Uşaqlar, gətirən duası. Başın arkasına vurmaq olmaz, arxana çevirmək olmaz. Buradan aşağı vurmaq olmaz. Özünüzü qoruyun, görüşün, uzaqlaş, hazır ol, boş. Etdik, səliqə göstər. Ayaqlarda işləyəşdir. Hop, əlini qaldırırsan. Əlini qaldırırsın, qaldır. Yaxşı. Çünki işte çokda ağırsan. Tamam. İşləyim də çokda. Sağ ol, əlini qaldır. Yaxşı. Devam edirik. Əlini qaldırırsan. Çalmırsan əlini. Çokda ağırsan, yüngül işlə. O səndən yüngüldür. Texnika. Yaxşı, var bilən, bıraxmırsan. Hop, arxa əli də işlə, sultan. Hop, yaxşı, qarın var. Kulun ruhlarla getdik. Davam, ne gözlüysən? Hop, bir də, yaxşı. Bax belə, davam. İşləyir yərlərdə ikimizdə, getdik. Hop, davam, cavab vermək lazım. Cavab vermək, qapaboylarla işlə, atdan. Getdik, hop, yaxşı. Cavab ver. Davam. Yaxşı. Cavab ver, arxa ilə işlə. Hop, qəşkək, bu, yaxşı, stop. Sayıram. 2. Qəblər. Yaxşısan. Davay, hazır ol, boş. Getdi. Bir dəfə nazıqlamaya gidəcəksən, getdi. Üzünü çevirmə. 2. Hop, yaxşı, bax belə, klonlar. Qarını da işləmək lazımdır, getdik. Sən də sultan, yaxşı, bax belə, arxa ilə işlə. Uzunsan, hoppa, bu idi, davam. Yaxşıydı bu. Sağ ol. Davay, işlətirməsin. Mənim 2 dəqiqə oldu. Stop. Getdik 200-lərə. Ay müəllim, 0-5-də çəkir. İkinci dəqiqə tamamda deyərsən. Görüş, boş. Uzaqdan işlə. Hop, əli qaldı sultan. Yaxşı. Aferin.
Hop, yaxşı. Tamam. Çək yavaş olalım. Hə? Stop. Ne oldu? Hə? Yaxşısan? Nasıl oldu? Tamam, oldu sənə nə? Hə, boş. Bitti. Əlini salma. Bitti. Karımı, oy yaxşı. Qalxırız. Hə? Dur sen, sultan aparır. Davay. Hop. Hə, bir də. Oy yaxşı. Tamam. Hə, əyma başını gör. Geçir sultan, uzaktan. Arka dibine işte, geçirdin sen böyle. Davay. Hop, yaxşı. Tamam elə. Üstüne sıkmak lazım. Getir. Ha, karın baş, kambiyeç yalan işlemek lazım. Getir, sıkırsan. Yoruldu mu? Stop. Tamam. Ha? Ne oldu? Başını kaldır edeyim. Ediyor, yaksa. Ha? Özü pisilemişsen. Değil. Deseniz ne oldu? 32 saniye düşür. Ev yok, bəsdir. Bu günlük bəsdir. Özü pis eləmirsən. Yaxşısa, ağlama. Gəldik bura. Uzaklaş. Ayşsa, bir yerden uzaklaş. Olmadı, bir yerden. Biraz da o tərəfdən. O tərəfdən. Əhsən, aferin. Yavaş düşün, bəsdir.